Salam izləyicilər. Bu videoda 20 sınaq test toplusundan birinci qrupa aid sınaqlardan 15-incisinin izahını verəcəm. Dördüncü qrupa aid ilk 19 sınağın izahını paylaşmışam. Burada da deməli 15-ci sınağa çatmışam. Qəbula çox az vaxt qalıb. Çalışın ki, bu suallarla təkrarınızı daha da möhkəmləndirəsiniz. Birinci sualdan başlayaq. Sükunətdə olan lift tavanında cisim asılıb, lift aşağıya doğru yönələn J bölü 2 təcili hərəkətə başlasa, çəki və ağırlıq qüvvəsi necə dəyişər? Ağırlıq qüvvəsinin düsturu həmişə mj olduğuna görə ağırlıq qüvvəsi dəyişməz, amma aşağı yönəlmiş təcillə gələndə çəkini tapırıq m, j çıxılsın a. Və a-nın da yerinə j bölü 2 qoyanda olur mj bölü 2. Ona görə çəki 2 dəfə azalar, ağırlıq qüvvəsi isə dəyişməz. 2. Eyni materialda olan naqillərin uzunluqları L2 bərabərdir 3L1, en kəsin sayəsi S1 bərabərdir 3S2 olarsa, induktivlik də bu şəkildə olarsa, maqnit sellərin nisbətini hesablayın. Hələ sarğaca baxmadan, maqnit selin düsturunu burada yazıram. Fi bərabərdir Li. Və I də bərabərdir U bölək R olduğuna görə öncə R-ləri tapmalıyam. R1 bərabərdir Rho L1 bölək S1, R2 bərabərdir Rho L2 böl S2. Əvəzləmə eləyəcəm. L2-nin yerinə yazıram 3L1 və S2-nin də yerinə yazıram S1 bölünsün 2. 2 də qalxır yuxarı. Buradan alıram R2 bərabərdir 6 R1-ə. İkincinin müqaməti birincidən 6 dəfə çoxdur. Buradan nəzərə alaq. Deməli, R2 bərabərdir 6 R1. O zaman əgər R2-də cəryan işləti idisə, burada cəryan 6 idi. Yəni, müqavimət az olan yerdə cəryan işləti çox olur. Bu da I bərabərdir. U bölək R düsturuna görədir. İnduktivliyə baxanda L2 3L1-dir. Yəni, əgər L1 bərabərdir L-dirsə, L2 bərabərdir 3L-dir. Maqnit selində düsturu fi bərabərdir Li olduğuna görə və bizdən də fi2 bölək fi1 istəyir. Fi2 bölək fi1 bərabərdir. I2 L2, yəni I vuraq 3L. Aşağıda isə 6 I vuraq L. İxtisar aparanda qalır 2-də 1. Deməli, birinci rho L bölü S düsturuna görə müəyyən elədik ki, ikincinin müqaməti birincidən 6 dəfə çoxdur. İkincinin müqaməti 6 dəfə çoxdursa, deməli, ikincinin cəryan işləti 6 dəfə az olacaq. Ona görə ikinciyə I yazanda birinci oldu 6 I. Sonra da fi bərabərdir L-i-yə görə nisbəti tapdım. Cavab oldu 2-də 1. 3. Elastiklik qüvvəsi yay üzərində gördüyü işi yayın uzanması elastik qrafik vermişdir. Yayın sərtliyi tapıl. Bu uzanmalı sıfırdan götürdüyümə görə yazıram ki, A bərabərdir. K x kvadratı bölünsün 2-yə. Buradan K-nı tapanda 2A, yəni 2 vur 4 bölünsün x-in kvadratı. X 20 cm, 0,2 kvadratı da 0,100-də 4'dür. Burada 2 dəfə 4'üm 8, 800 bölünsün 4, cavab olur 200. C bəndi. Elastiklik qüvvəsinin gördüyü işi potensiala niyə bərabərləşdirdim? Çünki sıfırdan dartıldığı nəzərə aldım. Yoxsa buradan dartıldığı nəzərə alsam, işi 3 götürə bilərdim. Və o da kx kvadratı, kx 2'nin kvadratı bölü 2 çıxılsın kx 1'in kvadratı bölü 2 ilə tapardım. 4. X oxu boyunca harmonik rəqsdə cismin impulsu zamanlaması qrafik verilmişdir. Qrafik hansı hissələrində elastiklik qüvvəsi mənfi iş görməsinə uyğundur. Deməli, əgər A kiçikdir 0 şərti deyilirsə, bu da deməkdir, cisim yavaşlayır. Çünki yeyinləşəndə kinetik artır, yəni kinetik enerji azalır. Burada kinetik enerjinin azaldığı hissələr, impulsun azaldığı hissələrdir. Biri əlbəttə ki, 1-2 hissəsidir, digəri də 3-4 hissəsidir. 1-2 və 3-4 D variantı. Çünki impuls azalmağı sürətin azalmağıdır. Sürət azalırsa kinetik azalır. Kinetik azalırsa A kiçikdir sıfırdan. Kinetik enerji haqqında teoriyaya görə iş mənfi olanda kinetik enerji azalır. 5. Şəkil müstəvisində yerləşən cəryanlı həlqənin maqnit sahəsində nöqtəvi yük həlqənin mərkəzində olanda ona təsir edən qüvvə hansı istiqamətdədir? Cəryanlı istiqamətlə baxıram sağa dəqrəbidir. Sağa dəqrəb istiqamətində olanda deməli içərisi olur x, yəni içərisində induksiya bizdən şəkilə doğrudur. Çölü olur nöqtələr. Zərrəcik də içəridə olduğuna görə x-dir. Əlin üstü tuturuq şəkilə tərəf. 4 barmağı tuturuq sürət istiqamətində, yəni sağa, baş barmaq düşür yuxarı. Lorentz qüvvəsi
Şəkil müstəvisillər yuxarıya doğru yönəlib. Yəni cavab Y variantıdır. 6. Şəkil müstəvisində yerləşən cəryalı həlqə O nöqtəsində yaratdığı maqnit səsi yekün induksiya vektoru istiqaməti müəyyən edir. Deməli, burada öncə qırmızı naqilə baxıram. Bunu qırmızı ilə işarələyib. Saat əqrəbi istiqamətində olduğuna görə bunun içərisi x-dər, çölü nöqtələrdir. Gəldik digər naqilə. Buna da mavi rəngdə işarələyirəm. Burada da cəryan saat əqrəbinin əksidir. Saat əqrəbinin əksi olduğuna görə bunun içərisi nöqtələrdir. Buna 1 deyirəm. Yəni B1 O nöqtəsində x-dir. 2 də ikinci naqildə nöqtədir. Və B2 daha yaxında olduğuna görə o daha çoxdur. Yəni O nöqtəsində B2 böyükdür B1 olduğuna görə yekun induksiya olur nöqtələr. Çox maraqlı hazırlamış suallardandır. İnduksiya vektorialdır. Eyni istiqamətdə olanda toplanır, əks olanda çıxılır. O nöqtəsində bir-birinə əksdir. Çünki 1 saat əqrəbi istiqamətidir. O nöqtəsi x-dərdir. 2 saat əqrəbinin əksi nöqtələrdir. Və 2 daha yaxında olduğuna görə 2-nin induksiyası daha çoxdur. Ona görə yekun induksiya olur B. Yəni B2 istiqamətində. 7. Hansı radioaktiv çelmədə nüvənin yükü 2E qədər artar. Nüvənin yükü 2E qədər artarsa, bu deməli C bəndi olacaq. Çünki alfa çevrilmədə 2E qədər azalır. Bettada da 1 artır. Burada çıxılsın 2E, üstə gəl 4E kimi yazıram. Bu da 2E qədər artmaq olacaq. Çünki beta mənfi çevrilmədə nüvədəki neytronlar protona çevrildiyinə görə 4 dənə proton artır. Alfada da 2 proton azalır. 4-dən də 2 çıxanda 2 qalır. Ona görə 2 vahid artmış sayılır. 8. Dövrənin faydalı şəmsalı 80% olarsa, cəryan mənbəyinin daxili müqaviməti 1 ohmdur, xarici müqaviməti hesablayın. Etanın düsturə yazanda R bölək, R üstə gəl kiçik R bərabərdir 0,8 yazıram, 100-ə vurmadım. Buradan alıram 0,8 R üstə gəl 0,8 bərabərdir R-ə. Bunu 1 götürdüm. Sonra buradan 0,2 R bərabərdir 0,8-ə, R da bərabərdir 8 bölü 2, cavab 4. 9. Metal kürələr üfüqi dielektrik səthdə düz xətli bərabər sürətlərə gedir. Kürələr eyni anda eyni işarəli yüklərlə yüklənsə, düz xətli bərabər sürətlidir. Bunları eyni işarəli yüklərlə yükləyəndə təsir edən qüvvələr belə olacaq. İkinci kürə yeyləşəcək, birinci isə yavaşlayacaq. Bizə deyir ki, kinetik enerjiləri yavaşlayan kinetik enerjisi azalar, digərinin isə artar. Ya məsələ nədir? Bunlar eyni anda eyni işarəli yüklərlə yüklənir. Kulon qüvvəsinə görə eyni işarəlilər bir-birlərini itələyirlər. İtələdiyinə görə 2-də qüvvə hərəkət istiqaməti olur. O yeyinləşir, 1-də isə hərəkətin əksisi olur, yavaşlayır. 10. S1 və S2 mənbələri qarşı-qarşıya koret dalğalar yayılır. S nöqtəsində neçənci tərtib maksimum alınır. Birinci burada C nöqtəsində, üzr istəyirəm. C nöqtəsinə qədər məsafəyə baxıram və mötərizənin içində çox önəmli hissə verilib. Bizə deyir ki, yarım dalğa uzunluğudur hər hissə. S1-ə baxıram. 1, 2, 3. 3 vurulsun lambda bölü 2-dir. S2 var isə 1 lambda bölü 2-dir. Və bunun yollar fərqini tapanda, delta S-i tapanda 3-dən 1-i çıxıram. Qalır 2 lambda bölü 2, yəni 1 lambda. 1 lambda demək birinci tərtib maksimum deməkdir. Yollar fərqi tam sayda lambda olduğuna görə bu maksimum şərtidir. Və burada da 3 lambda bölü 2-dən 1 lambda bölü 2-ni çıxıram, qalır normal 2 lambda bölü 2. 2 lambda bölü 2 də 1 lambda deməkdir. Yəni birinci tərtib maksimumdur. 11. Çevrə üzrə xətti sürət hərəkət edən eyni xətti sürətlər hərəkət edən maddi nöqtə müşahidə başlanğıcından T bölü 4 və T bölü 2 müddətlə sürət dəyişməsinin nisbətini tapın. Birincisi sürət dəyişməsi ilə yer dəyişmə ilə eyni cür tapılır. Ona görə də delta V1 bərabərdir V kökdə 2-dir. Delta V2 bərabərdir. İkinci halda isə artıq 2V-dir. Və bunların nisbətini tapanda 2V
bölünsün V köçdə 2. V'lər ixtisar edir, qalır 2 bölünsün kök 2. 2 də kök 2-yə böləndə kök 2 qalır. Yəni irrasionallıqdan azad eləsək, sürəti məxrəci kök 2-yə vuranda kök 2-nin özü verəcək. 12. Birincisi elektrik sayəsində qüvvə xətləri istiqamət hərəkət edən elektronun tormuz müddəti T0-dır. 2 T0 müddətdə potensial enerji zamanla asılıdır. Deməli, burada birincisi elektrik sayəsində qüvvə xətləri istiqamətə daxil olan elektronu düşünək. Bu elektron öncə yavaşlayır. Yavaşlayırsa kinetik enerji azalır, potensial enerji isə artır. Dayananda kinetik sıfır, potensial maks olur. Sonra isə yenə geri qayıtdığına görə potensial azalacaq. Ona görə cavab C variantıdır. Yəni xətti qanunla deyil, kvadratik qanunladır. Kinetikin qrafiki isə B olardı. Amma sıfıra çatmaq şərti ilə. 13. Verilmiş kütlə ideal qazın təzyiqi həcmli asılıq qrafik verilmişdir. 1-2 prosesdə qazın sıxlığı. Verilmiş kütlədirsə, rho bərabərdir M böl V ilə gedirik. Və baxıram V 2 dəfə artdığına görə sıxlıq 2 dəfə azalar. Yəni təzyiqin burada önəmi qalmır verilmiş kütlə dediyinə görə. Tərs asılıdır. Sıxlıq, həcmlər. 14. İdeal qazın həcminin temporar dolanıqlıq qrafiki verilmişdir. Hansı prosesdə qaz xarici qüvvələrdə daha çox iş görmüşdür? İşin düsturu H-dirik bərabərdir P delta V'dir. Və burada işi bu şəkildə də yaza bilərəm. H-dirik bərabərdir nu R delta T. Niyə bunları yazıram? Çünki asılı qrafik vermişdir. Bizə deyir ki, maddə miqdarı sabitdir. Maddə miqdarı nü sabit olduğuna görə bu düsturla gedirik və bu düsturla da gedəndə delta T'lər eyni qədər olduğuna görə bütün proseslərdə eyni qədər iş görür. Deyə bilərsiniz ki, bəs işin H-dirik bərabərdir P delta V. Burada delta V'si böyük olanın təzyiqi kiçik olduğuna görə işlər yenə eynidir. Amma maddə miqdarı eyni dediyinə görə işlədəcəyimiz düstur budur. Və delta T'lər eyni olduğuna görə işlər də bərabərdir. 15. Yüklənərək mənbədən ayrılmış. Bu çox önəmlidir. Yəni Q bərabərdir konstantdır. Kondensatorun tutumları onunla eyni olan daha iki kondensator paralel birləşdirilərsə bateriyanın gərginliyi və yükü. Bir dənə kondensator var. Tutum C'dir. Buna paralel olaraq iki dənə də belə bir kondensator qoşsam tutum olur 3C. Tutum 3 dəfə artırsa U bərabərdir 2 böl C'yə görə gərginlik 3 dəfə azalar. Amma yük dəyişməz. Çünki yüklənərək mənbədən ayrılıbsa, ümumi yük sabitdir. Yəni, həmin kondensatorun ayrılıqda yükü dəyişər, bu başqa. Amma ümumi yük dəyişmir, bizə də bateriyanın gərginliyi və yükü deyir. Tutum 3 dəfə artdığına görə bateriyanın gərginliyi 3 dəfə azalar, amma yük dəyişməz, çünki yüklənən mənbədən ayrılıb. Yəni, yükü konustdur. 16. Sabit qüvvənin təsiri ilə üfüqi səthdə x oxu boyunca hərəkət edən maddi nöqtənin hərəkət təlliyi bu şəkildədir. 3 saniyə müddətində nöqtənin getdiyi yolu hesablayın. Birinci burada sürət təlliyi yazsam v bərabərdir x ştirik. Bu da bizə verir 20 çıxılsın 10 t. 5 t kvadratı törəməsi. T-li yerlə 3 qoyanda 20 çıxılsın, deməli 13-ə vuranda 30, bu da verir mənfi 10. Sürət qrafiki ilə keçsək bunu yolu tapmaq üçün V-nin T-dən asılığı 20-dən başlayır, çatır mənfi 10-a. Bura 2-dir, burada 3-dür. Yolu tapanda burada qrafiklə belə gətirdiyi fiqurların sayəsini tapacağım. Bir bu fiqurun sayəsini tapıram. 20 vur 2 böl 2, bu verir 20 metr. Bir də aşağıdakı fiqurun sayəsini tapacağım. 10 vurulsun 1 böl 2, bu da 5 metr. Yolu tapanda 20 üstə gəl 5, cavab olur 25 metr. Əgər burada yer dəyişməni tapsaydıq, yer dəyişmə olardı 15, çünki yer dəyişmə vektorialdır və istiqamət dəyişəndə mənfi olur. Və burada istiqamət bir dəfə dəyişib, istiqamət dəyişdiyinə görə yol yer dəyişmədən böyükdür. 17. Cədvəldə 3 qonşu otaqda psixometrlərin, quru və nəm termometrlərin göstərişləri verilmişdir.
Otaqdakı havalı nisbi rütubətlər arasında hansı münasibət doğrudur? İki termometr arasında fərq artdıqca rütubət azalır. Məsələn, birinci otaqda fərqə baxsam 26-dan 24 çıxıram 2-dir. İkinci otaqda fərq 6-dır. Üçüncü otaqda isə fərq 7-dir. Və bu o deməkdir ki, birinci otaqda rütubət ən böyükdür, sonra 2-dir, sonra 3-dür. 1 böyükdür 2-dən, o da böyükdür 3-dən. 18. 2 foton çıxaq A bölək M ifadəsilə hansı fiziki kəmiyyət müəyyən olunur? Burada fotoeffektin düsturundan istifadə edəcək. Yəni yazıram ki, EU bərabərdir ya da EU deməyək, bunu MV kvadrat bölü 2 deyək. MV kvadrat bölü 2-yə yeklətik bərabərdir. E foton çıxılsın A çıxış. Və burada V-ni tapanda V bərabərdir kök altda 2 E foton çıxaq A çıxış bölünsün M. Fotoelektronların sürətidir. 19. Eyler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Donor və akseptor aşkar. Əsas yük daşıyıcı elektronlardır. Bu donor aşkara aiddir. Əsas yük daşıyıcı deşiklərdə akseptor aşkardır. Kristal N tipdir. Donordur. Negativ. P tipdir. Akseptor. Aşkarın valentliyi ilə kristal atomların valentliyi fərqlidir. Bu da hər ikisidir. Cavab 1, 3, 2, 4, 5. 20. Şəkillərdə yaya bağlanmış və mayaya batırılmış cisimlər təsvir edilmişdir. Yayların uzanması və sıxılması hansı halda doğru göstərilmişdir? Rho cisim böyükdür, Rho maya isə burada uzanar. Çünki ağırlıq Arximetdən böyükdür. Rho cisim kiçikdir, Rho mayadan burada sıxılır. Arximet böyükdür, yuxarı sıxılır. Ona görə bir uzanan, birin sıxılmada olduğu hissələri atıram. İki də sıxılandı. Rho cisim böyükdür Romaya. Bu yuxarı dartıldığına görə, üzr istəyirəm, yuxarı dartılmaq yox, aşağı sıxıldığına görə bu da sıxılır. Ona görə sıxılana getdi 1-3. Rho cisim kiçikdir Romaya etsə, burada da deməli Arximet böyük olduğuna görə bu da dartılır. Uzanan oldu 1-4, sıxılan oldu 2-3. B variantı. Bir dənəsində izah edeyim. Məsələn, birinciyə baxsaq, birincidə rho cisim böyükdür Romaya demək, MJ böyükdür Arximet deməkdir. MJ Arximetdən böyük olduğuna görə aşağı dartılacaq. Burada isə bu MJ-dir, Arximet daha çox olduğuna görə yuxarı sıxılacaq. Məsələn, bu sualda rho cisim böyükdür olduğuna görə MJ aşağı, Arximet yuxarıdır və MJ böyükdür F Arximet olduğuna görə aşağı sıxır bunu. Digərində Arximet böyük olduğuna görə yuxarıda artır. 21. Otaqda qatlanan, ortada qatlanan tam sıxılmış bir cins məftildə yük asılmışdır. Məftili tamamilə açaraq yenə həmin yükü asdıqda. Məftili tamamilə açanda K 4 dəfə azalır. Mütləq uzanma 4 dəfə artar. Nisbi uzanma isə 2 dəfə artar. Çünki nisbi uzanma sigma bərabərdir. MJ bölünsün S7. S-dən tərs asılıdır. Ortadan açanda S 2 dəfə azalır. S 2 dəfə azaldığına görə 2 dəfə artacaq. Məsələn, mexaniki gərginlik də 2 dəfə artar. Yəni cavab 1, 3, 6-dır. Delta L bərabərdir. F bölünsün K-dır. K 4 dəfə azaldığına görə 4 dəfə artdı. Sigma bərabərdir MC böl S7. Burada sigma yox, epsilon yazım. Nisbi uzanma epsilondur. Epsilon bərabərdir MC böl S7. S-dən tərs asılıdır. Ortadan tamamən açanda S 2 dəfə artdığına görə S 2 dəfə azaldığına görə 2 dəfə artır. Mexaniki gərginlik isə sigma bərabərdir MC böl S-dir. Bu da S-dən tərs asılıdır. 22. Kiloqram vur metr kvadratı bölək kilo vur saniyə kvadratı hansı kəmiyyətin vahididir? Bu deməli kiloqram metr kvadratı böl saniyə bizə verir ya da bu şəkildə yazaq. Kiloqram vur metr kvadratı kilonu yerinə yazıram amper vur saniyə vurulsun saniyə. Bu da verir joule bölünsün amper. Çünki kiloqram vurulsun metr kvadratı bölünsün saniyə kvadratıdır. Bu da joule saniyə kvadratı olanda bu verir joule. Joule bölək amper. Verəcək maqnit selin. Çünki
W bərabərdir if bölünsün 2 düsturu var. Və bu düsturdan da mən fiili tapanda fi bərabərdir 2 W bölünsün i'dir. Yəni joule bölü amper verir Weber'i. Maqnit selin. Bunu bu şəkillərə tər gətirdim. Sadəcə kulolu yerlə amper vur saniyə yazdım. Və kiloqram vur metrin kvadratı böl saniyə kvadratını yerlə yazdım joule. 23. Rəqs konturunda kondensatorun elektrik sərsi enerjisi zamanla asılı qraf verilmişdir. Hansı ifadələr doğrudur? Birincisi sualın izahına keçmədən bir şey qeyd edim. Rəqs konturunda kəmiyyətləri iki qrupa bölürük. Biri var kondensatora aid olanlar. Kondensatora aid olanlar nələrdir? Yük, elektrik sərsi enerjisi və gərginlik. Və sarğaca aid olanlarsa I, fi və W maqnitdir. Bir qrup artanda digər qrup azalır. Məsələn, baxıram T1 anında sarğacdakı maqnit seli maksimumdur. T1 anına baxıram. T1 elektrikin sıfır olduğu andır. Bu doğrudur. Çünki elektrikə aid olanlar sıfırdırsa digəri maksdır. T2 anda kondensatorun yükü sıfırdır. Bu yanlışdır. T2'də baxıram ki, elektrik maksimumdursa yük də maksimumdur. T1 anda kondensatorun yükü maksimumdur. T1'də yük maksimumdur. Bu yanlışdır. Çünki T1'də yük sıfıra bərabər. T2 anda kondensatorun gərginliyi maksimumdur. Bu doğrudur. Cavab oldu 1 və 4. 24. Yerli ağırlıq qüvvəsi sahəsində şaqılı yuxarı atılmış 1 kiloqram kütləli cismin kinetik enerjisi, potensial enerjisinin asılı qrafiki verilmişdir. Cismin uçuş müddəti neçə saniyə olar? Buradan başlanğıc sürəti tapmalıyam. Tam enerji düsturuna baxsam, E tam bərabərdir 200-dür. Və E tam 200-dürsə, M V0'ın kvadratı bölü 2 bərabərdir 200'ə. Buradan V0'ın kvadratı bərabərdir 400'ə. Çünki M 1 kiloqramdır. V0 bərabərdir 20. V0 20'dir. Uçuş müddətini tapanda buradan T uçuş bərabərdir 2 V0 böl J. 2 vur 20 bölək 10. Cavab olur 4 saniyə. Uçuş müddəti 4 saniyə bərabərdir. Öncə tam enerji tapdım. Tam kinetiklə potensialın cəmidir. 50'nin üzərinə 150 gəldim. Cavab oldu 200. Sonra MV0'ın kvadratı bölü 2'ni. Yəni başlanğıcdakı kinetik tama bərabər olduğuna görə bərabərləşdirdim. 200'ə. Buradan aldım V0'ın kvadratı bərabər 400. V0 20'dirsə uçuş müddəti də 4 saniyədir. 25. Çökük güzgünün qarşısında şaquli AB xəttkeşi güzgüdə alınan xəyallıq xətti ölçüsü 10 santimetrdir. Xəttkeşin xətti ölçüsünü santimetrlə hesablayın. Çökük güzgüdə əgər cisim O nöqtəsində yerləşərsə, yəni əyrilik radiusunda yerləşərsə, xəyal məsafəsi də elə cisim məsafəsi ilə bərabərdir. Ona görə böyütmə 1 olur. Yəni cismin öz ölçüsü 10 santimetrdirsə, xəyalın ölçüsü də, ya da xəttkeşin xəyalın ölçüsü 10'dursa, cismin ölçüsü də 10 santimetr olacaq. Çünki bu, yəni əyrilik radiusunda yerləşmək 2F-də yerləşməyə bənzəyir. 2F-də yerləşəndə balaca f-ni tapanda F-də bölünsün, D çıxılsın F-dir. F vurulsun 2F bölünsün F. Bunlar ixtisarcında qalır 2F. Xəyalı özü boydadır və qığılın da düsturu F böldü olduğuna görə ikisi bir-birinə bərabərdir, nisbət 1 verir. 26. Çəkisiz bloklarda yüklər asılmışdır. Sistem tarazlıqdadır. F1, F2 nisbətli tapın. Deməli, burada qüvvələrlə gedəsi olacaq. Bura F-dirsə, bura da F-dir. Bu da F olacaq. Ona görə yazıram F2 bərabərdir F-ə. İkisi toplanır, verir burada 2F. Bu da 2F'dir. F1 bərabərdir 2F-ə. Ona görə də F1 bölünsün F2'dir. 2F bölünsün F kimi. Yəni cavab 2'dir. Ya da M-lərlə gedəsi olsaq. F1 bərabərdir. MJ bölünsün 2'dir. Sonra burada MJ bölü 2 də 2 yerə bölündüyünə görə F2 bərabərdir. MJ bölünsün 4'dür. Ona görə də F1 F2'dən 2 dəfə çoxdur. 27. Dəyişən cəryan dövrəsində bir-birlə paralel qoşulmuş kondensator və sarğacın müqavimətlərinin dəyişən cəryan dövrəsində tezliklə asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. XC və XL tutum və induktiv müqavimətlər, IC və IL uyğun olaraq kondensator və sarğac olan hissələrdə cəryan işlətilir. Təsir edici qiymətləri
sarğacıl aktiv müqaviməti nəzərə alınmır. Yəni R sarğac üçün nəzərə alınmır. Öncə düsturları yazıram. XC bərabərdir. 1 bölünsün omega C'dir. Yəni XC tərs asılıdır omegadan. XL bərabərdir. Omega L'dir. XL isə düz asılıdır. Məsələn, bir nöqtəsinə baxanda bir nöqtəsində XC böyükdür XL-dən. İ'ni tapanda i bərabərdir. U bölünsün R olduğuna görə, yəni bunlara R kimi baxsaq, XC böyüksə deməli İC kiçikdir İL-dən. Ona görə 1-ə gedir B və D variantları. Yəni müqavimət çox olan yerdə şiddət az olur. Ona görə bu şəkildə oldu. Bir nöqtəsində XC böyük olduğuna görə XC-nin olduğu hissədə cərəyan şiddəti az olacaq. İki nöqtəsinə baxsam, ikisi ikisi bir-birinə bərabərdir. Ona görə C variantı gedir. 3 nöqtəsi buradadır. 3 nöqtəsi üçün yuxarı kəsəndə də görülür ki, XL böyükdür XC-dən, yəni A-dır. Cəryan da tərs asılı olduğuna görə bir də Y variantı gedir. 1-ə BD, 2-yə C, 3-ə də Y variantı. Çatdıq yazı tipli suallara. İki koordinat mənbədən gələn dalğaların müəyyən görüş nöqtəsində yollar fərqin 3 lambda və 2,5 lambda qədər artıranda interferensiya mənzərəsində hansı dəyişiklik olar? Sualı həll eləmək üçün birinci maksimum, minimum şərtlərini yazmalıyıq. Deməli, maksimum şərtində delta D, yəni yollar fərqi bərabərdir. 2K vurulsun, lambda bölünsün 2'dir. Yəni cüt sayda yarım dalğa uzunluğu ya da tam sayda dalğa uzunluğudur. Minimum şərtində isə delta D bərabərdir. 2K plus 1 vurulsun, lambda bölünsün 2'dir. Tək sayda yarım dalğa uzunluğudur. İndi gətirib bunları 3 lambda qədər artırsam, birinci hal üçün yazıram. Buna A halı deyirəm. Delta D bərabərdir. 2K vurulsun, lambda bölü 2. Daha bir saniye. K'nı burada dəyişəcəm. Buna görə bu hissəni silib. Lambda bölü 2 qalsın yerində. Vurulsun 2. Mötərizənin içində də K üstəgəl 3. Burada 2'yə vuranda mötərizənin içi 6 verəcək. Yenə cüt sayda yarım dalğa uzunluğu verir. Yəni, 2'ni mötərizənin içinə vursam belə 2K üstəgəl 6 eləyir. Yəni yenə cüt sayda yarım dalğa uzunluğu və yaxud da ki tam sayda dalğa uzunluğu verəcək. Minimum şərtində gətirib yerinə qoysam. Delta D bərabərdir. Burada 2K üstəgəl 1'dir. Mən 2'yə vurub içəriyə gətirəcəm birbaşa. Ona görə 2K üstəgəl 1'in də üstə 6 gələndə 7 lambda bölünsün 2. Burada da olduğu kimi tək saydadır. Yəni birinci halda üstünə 3 lambda gələndə, yəni 3 gələndə, K-nın üzərinə 3 gələndə maks və minimum şərtləri dəyişmədi. Maksimumda ilə maksimum olduğu kimi qalır, dəyişmir. Minimumda da minimum olduğu kimi qalır. Yəni maksimum və minimum halı dəyişmir birinci halda. İkinci halda yoxlasaq B nöqtəsində, B halında. Max şərtində delta D bərabərdir. 2K deməli vurulsun lambda bölü 2 idi. Üstə 2,5 gəlirəm. Ona görə bunu 2'yə vururam. 2'yə vurub bu şəkildə yazacağım. K 2K üstə gəl 5 lambda bölü 2. Bu artıq tək sayda yarım dalğa uzunluğu verir. 5'i hardan aldım? 2,5'i vurdum 2'yə. Minimum şərtində isə gətirib yerinə qoysam, yəni 2,5'i vurdum 2'yə 5, 5'in üstə 1 gəldim 6. Olacaq delta D bərabərdir. 2K üstə gəl 6 lambda bölü 2. Fikir verirsə maksla minimumların yeri dəyişdi. Yəni maksimum alınan yerdə minimum, minimum alınan yerdə isə maksimum şərt ödənilir. Ona görə də əgər biz üzərinə 3 lambda gələriksə,
Maksimum ve minimum nöqtələri dəyişmədiyinə görə yenə maksimumda cüt sayda yarım dalğa uzunluğu, minimumda tək sayda yarım dalğa uzunluğu verdiyinə görə A halında interferensiya mənzərəsi dəyişmədi. Amma B halında maksimum nöqtəsində minimum, minimum nöqtəsində maksimum şərt ödəndiyinə görə maksla minimumların yeri dəyişir. Sadəcə bu düsturlarda, yəni maksimum minimum şərtlərində birində K üstəgəl 3 yazdım, digərində K üstəgəl 2,5. 29. Çevrə boyunca bərabər sürətlə hərəkət edən maddi nöqtənin müşahidə başlanğıclar 2,5 dövr ərzində getdiyi yol yer dəyişməsinə nisbətini tapın. 2,5 dövrdə yolu tapanda L bərabərdir. 2 pi r vurulsun 2,5. Bu da verir 5 pi r. Yer dəyişmə isə 2 r-ə bərabərdir. Çünki tam hissələr atırıq, yalnız kəsir hissələr qalır. Nisbətini tapanda L bölək S bu bərabərdir. 5 pi r bölünsün 2 r. R-lər gedir. 5-i 3-ə vururam 15. 15-i də 2-yə böləndə cavab 7,5. Bunu sözlə bu şəkildə izah edə bilərsiniz ki, yol skalar olduğuna görə yol sıfır qiyməti almır və getdiyi yolu tapanda sadəcə 2 pi r vuraq n ilə gedirik. N də 2,5'dir. Amma yer dəyişmə yarı dövrə görə gedirik. Çünki tam dövrlərdə yer dəyişmə sıfırdır. 2-də 1-də də 2 r-ə bərabərdir. Sonra nisbəti ilə yazdıq. 30. Üfüqi səthdə hərəkət edən bir cismin sürətinin zamanlastıq qrafiki verilmişdir. Bir cismin üstündəki üst səthi tərəfindən iki cismə təsir edən sükünət sürtünmə qüvvəsi proyeksiyası zamanlastıq qrafikini qurun. Deməli, bir hissəsində yeyləşir. Yeyləşirsə buna təsir edən qüvvə bu ətalətliyə görə geri getmək istəyir. Geri getmək istəyirsə bir halda yazıram. Birinci halda yeyləşir. Yeyləşdiyinə görə iki cismi ətalətliyə görə geri getmək istəyir. Sükünət sürtünməsi olur hərəkət istiqamətində. Yəni birinci hissədə qüvvə müsbətdir. İkinci hissədə bərabər sürətli olduğuna görə sıfıra bərabərdir. Üçüncü hissədə yavaşıdığı üçün yavaşlayanda üstəki cisim irəli getmək istəyir. Sükünət sürtünməsi olur geri. Yəni mənfi olur. Buna görə qrafik bu şəkildədir. Bu da qəbul sualıdır. Deməli, buradakı məsələ nə oldu? Birinci hissədə yeyləşir. Yeyləşəndə üstəki cisim deməli, geri qalmaq istəyir ətalətliyə görə. Məsələn, avtobus dayanıb, avtobus ayaq üstəsiz, avtobus birdən hərəkətə gələndə siz geri meyillənirsiniz. Sükünət sürtünmə hansı istiqamətdə olur? Hərəkət istiqamətində. Yəni x oxu ilə eyni. Ona görə müsbətdir. İkincidə bərabər sürətli olduğuna görə sükünət sürtünmə qüvvəsi sıfırdır. Üçdə isə yavaşıdığı üçün üstəki cisim irəli getmək istəyir. Sükünət sürtünməsi olur geriyə. Ona görə də F-in T-dən asılığı. Birinci hissə müsbət, çünki x-lər eyni istiqamətdədir. İkinci hissə 0, üçüncü hissə isə mənfidir. Beləcə 30 sual izahı yekunlaşdırdım. Yəqin videodan da hiss edirsiniz, biraz səhətimdə problem var. Əgər hər şey qaydasında olsa, qəbul öncəsi bir ümumiləşmə videosu da çəkəcəm. Amma çəkə bilməsəm belə kanalda fizikanın hər iki hissəsinin ümumiləşməsi var. Mütləq şəkildə dərs izahlarını izləyin. Həmçinin testlər də çoxdur YouTube'da paylaşdığım. Onları da izləyərək qəbula tam hazır ola bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun. Növbəti videolarda görüşənə qədər.